Salam uşaqlar, bu günlər 3-cü sinif riyaziyyat iş dəftəri səhifə 41-in izahını verəcəm. Məsələ həllidir. Məsələni oxuyuram. Samir və İlxan uzunluğu 900 metr olan yoxuşu qalxmaq qərarına gəldilər. Samir yolun 1/2 hissəsini gedib, arxada qalan İlxanı gözləmək üçün dayandı. İlxan isə həmin vaxt yolun 6/2 hissəsini getmişdi. Onlar arasındakı məsafə nə qədərdir? Neyi tapmalıyam? Uşaqlar, əlbəttə ki, biz Samir və İlxan arasındakı məsafəni tapmalıyıq. Samir və İlxan arasındakı məsafəni. Nə məlumdur? Bizə ümumi yolun uzunluğu məlumdur. 900 metr. Samir və İlxan uzunluğu 900 metr olan yoxuşu qalxmaq qərarına gəldilər. Yolun uzunluğu. İlxan gedib yolun 6/2 hissəsini, Samir gedib yolun 2/1 hissəsini. Samir İlxan arasındakı məsafə neçə metrdir? Keçirik artıq məsələnin həllinə. Samirin getdiyi yolu tapırıq. 900'ün üzr istəyirəm uşaqlar, siz bunu seçməlisiniz. 900'ün 2/1 hissəsini tapıram. Bunun üçün 900'ü 2'yə bölürəm. 900'ü 2'yə böləndə 450 edir. 450'ni də 1'ə vururam. Cavab 450. İlxanın getdiyi yolu tapıram. 900'ün 6/2 hissəsini tapıram. 900'ü 6'ya bölürəm. 9'u 6'ya böləndə bir dəfə düşür. Burada 3 qalır. 30'u 6'ya böləndə 5 dəfə. 0'ı da yanına yazıram. 150. 150'ni sürətə vururam. Yəni 2'yə vururam. Cavab 300 edir. Deməli, İlxan 300 yol gedib. Samir isə 450 gedib. Bu yolların fərqini tapıram. 450'dən 300'ü çıxıram. Cavab 150 edir. Samir İlxana çatmaq üçün neçə metr yol getməlidir? Əlbəttə ki, 150 metr. Dördüncü addım cavabı yoxlamaq. Kəsr zolaqlarına əsasən Samir ilə İlxan arasındakı məsafə yolun 6/1 hissəsidir. Bu hissənin neçə metr olduğunu hesablayıb aldığım cavabla müqayisə edərəm. Kəsr zolaqlarına baxırıq. 2/1 hissə bu Samirin getdiyi yoldur. Bu da 6/2 hissə İlxanın getdiyi yoldur. Burada 6/1 olmalıdır. Yəni biz burada 900'ün 6/1 hissəsini tapırıq. 900'ü bölürəm 6'ya. Vuracam 1'ə. 9'u 6'ya bölürəm 1 dəfə. 30'u 6'ya bölürəm 5 dəfə. 0'ı da yazıram yanına. 150. Keçirik səhifə 42'yə. Ümumiləşdirici tapşırıqlardır. Fiqurların verilən kəsirlərə uyğun hissələrini rənglə. Birinci fiqurumuzda kəsir hissəsində yazılıb 8'də 3 hissəsi. 3 hissəsini rəngləyirəm. 1, 2, 3. 9'da 4 hissəsini. 1, 2, 3, 4. 4'də 2 hissəsini. 1, 2, 5'də 3 hissəsini. 1, 2, 3. 10'da 7 hissəsini. 1, 2, 3, 4, 5, 6, 7. Rənglənmiş hissələrə uyğun kəsirləri yaz.
Fiquru görürsünüz. 1, 2, 3, 4, 5. 5 hissəyə bölünüb. Məxrəcdə yazıram 5. 4 hissəsi də rənglənib. Sürətdə də yazıram 4. 1, 2, 3, 4, 5, 6. Məxrəcdə yazıram 6. 1, 2, 3, 4. 4 hissəsi də rənglənib. 1, 2, 3, 4, 5, 6, 7, 8. Məxrəcdə yazıram 8. Sürətdə yazıram 5. 9 yerə bölünüb. Məxrəcdə 9 yazıram. 4 hissəsi də rənglənib. Sürətdə 4 yazıram. Kəsr xəttimizi çəkirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Məxrəcdə 12 yazıram. 4 hissəsi də rənglənib. Sürətdə də 4 yazıram. 1, 2, 3, 4, 5, 6, 7, 8. Məxrəcdə 8 yazıram. Sürətdə 4 yazıram. C tapşırıq 3-ə A, B və C nöqtələrinə uyğun kəsrləri yaz. Fiqurların bu kəsrlərə uyğun hissələrini rənglə. Baxırıq bu parçaya. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 hissəyə ayrılıb. Məxrəcdə yazıram 8. 8-də 1, 8-də 2. Deməli, A nöqtəsi 8-də 2 kəsrinə uyğundur. B-yə baxırıq. Məxrəcə yazıram 8. 8-də 2, 8-də 3, 8-də 4, 8-də 5, 8-də 6, 8-də 7. Burada isə artıq bu kəsrlərə uyğun hissələri rəngləyəcəyik. Birincidə 8-də 2 hissəsini deyirsə 1 və 2. 8-də 4-ün 4 hissəyə bölürəm. Daha doğrusu üzr istəyirəm uşaqlar, 4 hissə yox, 8 hissəyə bölürəm. 4 hissəsini rəngləyirəm. Bir. Siz başqa karandaşla da eləyə bilərsiniz. 2, 3 və 4. C-də nə deyirdi? C figurunu da 7 hissəyə bölürəm. 1. Balaca olduğu üçün biraz çətin olacaq. 2, 3, 4, 5, 6, 7. Uşaqlar, siz artıq bunu 7 hissəsini özünüz rəyləyərsiniz. Daha səliqəli şəkildə bölüb rəyləyərsiniz. Keçirik tapşırıq 4-ə. Bir şəkildə verilmiş hissələri digər 3 şəkildə yaz. Kəsr hissəsində 8-də 3 yazılıb. Burası sözlə yazırıq. 8-də 3. Ədəd oxunda göstərirəm. 8-də 1, 8-də 2, 8-də 3. 6-da 2 kəsr xəttində göstərirəm. 6-da 2. 6-da 1, 6-da 2. Keçirik tapşırıq 5-ə. Hesabla. 25 metrin 5-də 3 hissəsi. Bunu tapmaq üçün nə edirdi uşaqlar? 25-i məxrəcdəki ədədə bölüb, sürətdəki ədədə vururduq. 25-i 5-ə bölürəm. 5 düşür. 5-i də vururam 3-ə. 15. 49'un 7'də 3 hissəsi. Mən artıq burada yazmam, siz özünüz yazarsınız burada. 49'u 7'yə bölürəm. 7, 7 üçün 21. 45'i 9'a bölürəm. 5, 5, 5'in 25. 32'ni 8'ə bölürəm. 4 dəfə düşür. 4, 5'in 20. Bunu yazım, qarşılıq düşməsin. 32'ni bölürəm 8'ə 4. 4 vurulsun 5, 20. 90'ı bölürəm 9'a 10. Onu vururam 7'yə 70. Bunların cəmin dediyinə görə 20 ilə 70'i toplayıram. Cavab 90 edir. 180'in 6'da 3 hissəsini tapıram.
30. 30'u vururam 3'ə, 90. 120'ni 10'a bölürəm, 12. 12'ni vururam 7'ye, 2, 7'nin 14, 4 yazıram. 1 yadda 7, 1'in 7 o da 1, 8. 84. Bu 70 elədi, bu isə 84 elədi. Bunların fərq edildiyinə görə 84'dən 70'e çıxıram. Cavab 14 alınır. Burada artıq məndə yer qalmadı. Bunu şifahi şəkildə deyəcəm. Siz sözünüz yazarsınız. 70 üçün 9'a bölürəm 8, 8 4'ün 32. 40'ı 10'a bölürəm 4, 4 2'nin 8. Hasili dediyinə görə 32'ni 8'e vururam. 32 vurulsun 8, 8 için 16, 6 yazıram 1 yadda, 3 8'in 24, o da 1 25. Cavab 256. Təsvirlərə uyğun kəsirləri yaz və müqayisə et. Birinci şəklimizə baxırıq. Deməli, kəsir xəttini çəkirik. 5 hissəyə bölünüb, məxrəcdə yazırıq 5. Sürətdə yazırıq 4. İkinci kəsirimizə baxırıq. 1, 2, 3, 4, 5. 5 hissəyə bölünüb. 3 hissəsi rənglənib, sürətdə yazırıq 3. İkinci şəklimizə keçirik. Kəsir xəttini çəkirik. 1, 2, 3, 4, 5, 6. Məxrəcdə 6 yazırıq. Sürətdə 1. Çünki 1 hissəsi rənglənib. İkinci şəklimizə baxırıq. Bu da 6 hissəyə bölünür və 5 hissəsi rənglənib. Müqayisə edirik. Əlbəttə ki, demişdim, əgər məxrəcləri eynidirsə, sürəti böyük olan kəsir böyük sayılır. Deməli, 6'da 5 böyükdür, burada da 5'də 4 böyükdür. Keçirik digər şəklimizə. Sayıram 1, 2, 3, 4, 4, 4, 8, 4, 12, o da 4, 16. Deməli, məxrəcə 16 yazıram, sürətə isə 4 burada, 4 burada, 8. Kəsir xəttini çəkirəm, məxrəcə yazıram 16, sürətə yazıram 8. 4 burada, 4 burada. Bu kəsirlərimiz bərabərdir. Keçirik D-yə. Kəsir xəttini çəkirəm, 3, 6, 7. 7'də 7 hissəsi rənglənib. Burada isə 7'də 3 hissəsi. Hansı kəsir böyükdür? Əlbəttə ki, 7'də 7. Keçirik tapşırığı 7'yə. Kəsirləri müqayisə et. Məxrəcləri eynidirsə, sürəti böyük olan kəsir daha böyükdür. 11'də 8 böyükdür. Burada 5'də 3 böyükdür. Burada 8'də 5. Burada bərabərdir hər ikisi. 9'da 7 böyükdür. 10'da 3 böyükdür. 19'da 6 böyükdür. Müqayisənin doğru olması üçün boş xanalara hər hansı bir ədəd yaz. 5'də 2'dən balaca olsun deyə bura 1 yazılır. 5'də 1. 6'da 5'dən balaca olsun deyə bura 6'da 4. 6'da 1, 6'da 2, 6'da 3 də yaza bilərdik. Bərabərdir deyə elə burada 4 yazırıq. 11'də 4. 15'də 5 yazırıq. Bundan böyük olsun deyə 16'da 9 yazırıq. Bərabər olsun deyə 8'də 3, burada 3 yazırıq. Kəsirlərə uyğun hissələri rənglə və müqayisə et. 4'də 2 böyükdür, yoxsa 2'də 1. 2'də 1'in rəngləyirəm. Bunda 4'də 2'sin. Baxın uşaqlar, bu kəsirlər əslində bir-birinə bərabərdir. Çünki şəkildə də gördüyümüz kimi eynidir. Baxın, 4'ü də 2'yə böləndə elə 2'də 1 edir. Ona görə bu kəsirlərimiz bir-birinə bərabərdir. 6'da 2 və 3'də 1. 6'da 2'sini rəngləyirəm. Burada isə 3'də 1'im. Bu kəsirimiz də bir-birinə bərabərdir. Gördünüz, yenə eyni oldu. 6'nı 2'yə ixtisar edəndə, 6'nı 2'yə böləndə burada 3 qalır, burada 1 qalır. Deməli, 3'də 1'ə bərabərdir. 4'də 1, 8'də 2. 4'də 1'in rəngləyirəm. Burada isə 8'də 2'sin. Bu kəsirimiz də bir-birinə bərabərdir. 8'i 2'yə böləndə burada 4 qalır, burada 1 qalır. 4'də 4'ün hamısını rəngləyirəm. Burada da hamısını 8'də 8'in.
Deməli kəsrlərimiz bir-birinə bərabər. 4-ü də 4-ə böləndə cavab 1 edir. 8-i də 8-ə böləndə cavab 1 edir. Keçirik tapşırıq 10-a. 8-də 4 neçəyə bərabərdir? 8-də 1, 8-də 2, 8-də 3, 8-də 4. 8-də 4 bərabərdir. Məsələn, 6-da 1-ə. Daha doğrusu 6-da 1 deyil bu. 6-da 1, 6-da 2, 6-da 3. Sonra 4-də 1, 4-də 2. Bunu da yaza bilərik. 8-də 4 deməli bərabərdir 6-da 3-ə. Sonra 8-də 6-nı tapırıq. 8-də 1, 8-də 2, 8-də 3, 8-də 4, 8-də 1, 8-də 6. 8-də 6 bərabərdir 4-də 1, 4-də 2, 4-də 3-ə. Sonra 4-də 1, 4'te 1 bərabərdir 8'də 2'yə. 5'də 4. 5'də 4'ü tapırıq. 5'də 1, 5'də 2, 5'də 3, 5'də 4. 5'də 4 bərabərdir 9'da 1, 9'da 2, 9'da 3, 9'da 4, 9'da 5, 9'da 6, 9'da 7'yə. Sonra 10'da 2. 10'da 2 bərabərdir. Xətt görə yarda bir 5'də 1'ə. 2'də 2. Baxırıq. 2'də 1, 2'də 2. 2'də 2 bərabərdir. Buna baxın. 4'də 2'yə. Sonra 10'da 4, 10'da 1, 10'da 2, 10'da 3, 10'da 4. 10'da 4 bərabərdir 5'də 1, 5'də 2'yə. Sonra 10'da 6, 10'da 3, 10'da 6. Xəttinə baxırıq. 5'də 3'ə bərabər. 5'də 1, 5'də 2, 5'də 3'ə. Sonra 6'da 3. 6'da 3 buradadır. 6'da 3 nəyə bərabərdir? 4'də 2'yə. 9'da 3'ü tapıram. 9'da 3 buradadır. Xətlə burada baxıram. 6'da 1, 6'da 2'yə. 6'da 4'ü tapıram. 6'da 4 buradadır. 6'da 4 bərabərdir 3'də 2'yə. 7'də 7'yə baxırıq. 7'də 7. 7'ni 7'yə böləndə elə 1 edir. 1'ə bərabərdir. 11'ə keçirik. Məktəb kitabxanasına gətirilən 684 kitabın 9'da 4 hissəsi dərslik, 9'da 3 hissəsi bədii ədəbiyyat, qalanı isə uşaq ensiklopediyalardır. Kitabxanaya hər kitabdan neçədir gətirirlər? 684'ün 9'da 4 hissəsini tapıram. 684'ün 9'da 4 hissəsini. 684'ü əvvəlcə 9'a bölürəm. Siz istəsəz çubuqlu bölmə elə bilərsiniz. 68'i 9'a bölürəm. 9 7'nin 63 edir. 68'den 63 çıxanda 5 qalır. 54'də 9'a böləndə 6 edir. 76. 76'nı da vururam 4'ə. 6 4'ün 24 4 yazıram 2 yaddadır. 7 4 28 o da 2 30. 304'ü. Deməli dərslikdir. 304 dərslik. Buraya yazıram. 9'da 3 hissəsi bədii ədəbiyyat. 684'ün 9'a bölüb 3'ə vuracam. 684'ü 9'a bölmüşdüm. 76 etmişdir. 76'nı vururam 3'ə. 3 6'nın 18 8 yazıram 1 yadda. 3 7'nin 21 o da 1 22. 228'i də bədii ədəbiyyatdır. Qalanı isə uşaq ensiklopediya. Qalanı necə tapırıq? Deməli 304 ilə 228'i toplayıram. 8 üstə 4 12 2 yazıram 1 yadda. 0 üstə 2 2 o da 1 3 5. 532 684'dən 532'ni çıxaram. 4'dən 2 çıxıram 2, 8'dən 3 5, 6'dan 5 1. 152'si ensiklopediya imiş.